The Hungry Mouse. A mouse was having a very sad time. She had no food for many days and made strenuous efforts to get her food. All her efforts went in vain. She looked everywhere to find her food. As days passed by, she became very thin. One day the mouse found a basket with corns. She also noticed a tiny hole in the basket which was sufficient enough to move her in. She easily moved inside the hole. Since she had no food for many days, she ate a large amount of corn. Without realizing her, she continuously ate more and more corns. She realized very later that she ate a lot more than she actually required. After eating a whole lot of corn, she became very fat. Satisfied with corn, the fat mouse tried to come out of the basket through the small hole. Unfortunately, the tiny hole couldn't accommodate the big mouse. The mouse started screaming, "Oh God, let me come out! How can I come out?" A rat, after hearing Mouse's screaming voice from the basket, asked her what happened. Mouse told the story and asked Rat a solution. Rat told, "If you want to come out the basket, wait for some times or even days to lose all your fat until you grow thin." Mouse started to starve now, but with lots of food to come out of the trap. Tərcüməni eləyək. Ac siçan. A mouse siçan was having a very sad time. Çox düşüncəli bir vaxt keçirirdi. Yəni düşünürdü, qayğılı bir vaxt keçirirdi. She had no food, onun yeməyi yox idi. For many days, bir neçə gün ərzində onun yeməyi yox idi. And made strenuous effort və çox cəhdlər edirdi. Effort cəhd, strenuous gərgin, yəni çox cəhdlər edirdi. Get her food, öz ərzaqlarını əldə etmək üçün. All her efforts, onun bütün cəhdləri went in vain, əbəs yerə gedirdi. Went qonun keçmişi, in vain əbəs yerə. She looked everywhere, o hər tərəfə baxırdı. To find her food, find tapmaq, her food, öz ərzaqlarını tapmaq üçün hər tərəfə baxırdı. As the days passed by, günlər keçərkən, as arkenərkən, days günlər, pas ötmək, keçmək, passed by, yəni günlər keçərkən, she became very thin, o çox arıqladı. Become olmaq, very çox thin, arıq, nazik, incə. One day, bir gün, the mouse found a basket, siçan səbət tapır, found tapmaq, basket səbət, with corns, yəni qarğıdalı ilə dolu səbət tapır. She also, o həmçinin noticed a tiny hole. Notice yəni görür, gördü ki a tiny, kiçik bir hole, deşik in the basket, səbətin içində. Which, hansı ki was sufficient enough, kifayət qədər, yəni çox əhəmiyyətli, vacib idi. To move her in, move hərəkət etmək, her onun in içərisində, yəni onun içərisindən hərəkət etməsi üçün çox əhəmiyyət, kifayət qədər əhəmiyyətli idi. Move hərəkət, her in, yəni içərisindən keçmək üçün. She easily, o asanlıqla, move it, yəni keçdi. Inside the hole, inside içərisinə, the hole, deşiyin içərisinə. Since she had no foods, onun yeməyi olmayanda, she had no food, yeməyi olmayanda, for many days, bir neçə gün müddətində onun yeməyi olmayanda, she ate a large amount of corn. She ate, o yedi, a large, böyük miqdarda, amount of corn, yəni qarğıdalı yedi. Amount miqdar deməkdir. Amount of corn, yəni a large amount of corn, böyük miqdarda qarğıdalı yedi. Ate, itin keçmişidir, kökündən dəyişib. Without realizing her, without siz, realize anlamaq, her, yəni o anlamadan, she continuously, o davamlı olaraq ate, yedi, more and more corns,
More and more, yəni daha da çox qarğıdalı. She realized, o anladı. Very later, yəni çox sonralar, that ki, she ate a lot, o çox yeyib, ate a lot, çox yeyib, more than she actually required. Require tələb eləməkdə, actually həqiqətən, more daha çox, than də dandan. İndi tərcüməni birləşdirəndə more than she actually required, yəni tələb olunandan çox yeyibdi. Yəni bədəninin götürdüyündən çox yeyibdi də. After eating a whole lot of corn, after sonra eating, yeyəndən sonra, a whole, bütün, lot of, çox qarğıdalları yeyəndən sonra, she became very fat, o çox kök olur. Satisfied with corns, yəni qarğıdallardan razı qalaraq, yəni xoşlayır da. Satisfy, razı qalmaq deməkdir, amma burada ekvivalent olaraq tərcümə üst-üstə düşmür. Yəni xoşuna gəlir desək daha yaxşı olardı. The fat mouse, kök siçan, tried, çalışdı ki, to come out of the basket. Come in, içəri girmək, come out, çıxmaq. Come out of the basket, səbətdən çıxsın. Through the small hole. Through da içərisindən keçmək deməkdir bir şeyin. Small hole da balaca deşik. Deməli, satisfied with corn, yəni doyandan sonra, tam razı qalıb doyandan sonra, fat mouse, kök siçan, tried, çalışdı ki, come out of the basket through. Səbətin içərisindən keçsin, small, balaca deşiyin içərisindən. Unfortunately, təəssüf ki, the tiny hole, balaca, tiny, kiçik, balaca hole deşik, couldn't accommodate. Accommodate yerləşmək deməkdir, yəni sığışmadı. The big mouse, yəni böyük siçan kiçik deşiyə sığışmadı, yerləşmədi. The mouse, siçan, started, başladı screaming, qışqırmağa. Oh God, aman Allahım. Let me come out. Mən, yəni necə çıxım? How can I come out? Necə çıxa bilərəm? Let me come out, yəni yalvar ki, biz deyirik, yəni nə olar çıxım? Bu mənanı verir. How can I come out? Necə çıxım? Bu da bu mənanı verir. The rat, siçovul, after hearing mouse screaming, after sonra deməkdir. Hearing mouse screaming, siçanın qışqırığını eşidəndə, scream qışqırmaq, yəni qışqırıq səsini eşidəndə, from the basket, səbətdən, asked, soruşdu her, ondan, what happened, nə baş veribdi? Mouse told, siçan dedi, the story, hekayə, told the story, hekayəni dedi, yəni başına gələnləri. And asked rat və a solution. Solution həll deməkdir. Asked, soruşdu, xahiş etdi. Rat, siçovuldan solution, həllini soruşdu ki, yəni kömək etsin. Rat told, siçovul dedi, if you want to come out the basket, əgər sən istəyirsənsə come out, çıxmaq səbətdən, wait for some time, biraz gözlə, wait for, gözlə deməkdir, or yoxsa even days to lose your, or yaxud da even days to lose your all your fat until you grow thin. Lose your all your fat, fat yəni piyini deməkdir. All your fat, bütün, yəni piyini, yağını, lose, itir, arıqla deməkdir də. To lose your all your fat until you grow thin. Yəni sin nazilənə qədər, arıqlayana qədər bütün çəkini itir, yağını itir. Mouse started to starve. Siçan started, başladı to starve, ac qalmağa. Now, indi, but with lots of food to come out of the trap. Çoxlu, lots of food, çoxlu yeməklər ilə come out of trap, deməli, tələdən, trap tələ deməkdir. Tələdən kənara çıxa bilmir də. Ona görə də bu çox yeməklər olsa da yanında başlayır ac qalmağa, yeməməyə. Lots of food, çox yeməklər. Come out of the trap, tələdən qurtulmaq. Sual cavabımızı eləyək. So time, yəni çox düşünürdü, düşüncəli bir, biz məsəl üçün bir şey düşünürük, nə eləyim, necə eləyim. Bu mənanı verir.
Food for many days. Bir neçə günlük yemək. Strenuous effort. Yəni çox cəhdlər edirdi. All her efforts. Onun bütün cəhdləri. Her efforts in vain. Onun cəhdləri boşunadır, əbəsdir. Look it everywhere. Hər yerə baxmaq. Find her food. Ərzaq tapmaq. Days passed away və yaxud da days passed by da deyə bilərik. Günlər keçir. Basket with corns. Qarğıdalı ilə dolu səbət. Tiny hole. Kiçik deşik. Sufficient enough. Kifayət qədər vacib, əhəmiyyətli. Enough kifayət qədər deməkdir. Move easily. Asanlıqla hərəkət edir. Move inside. İçərisinə gedir. Through the hole. Deşiyin içindən keçir. Move through the hole. Deşiyin içərisindən keçir. For many days. Çox günlər ərzində. For burada ərzində deməkdir. Large amount of corn. Böyük miqdarda qarğıdalı. Without realizing. Anlamadan. A large amount of. Böyük miqdarda. Continuously eat. Davamlı olaraq yeyir. More and more things. Daha da çox şeylər. She realized. O anladı. Require. Tələb etmək. Became very fat. Çox kökəldi. Come out of the basket. Səbətdən çıxmaq. Couldn't accommodate. Sığışmadı. Yerləşmədi, yəni. Started screaming. Qışqırmağa başladı. What happened? Nə baş verir? Asked rat. Siçovuldan soruşur. Asked a solution. Həllini soruşur. Wait for. Gözlə. Wait for a few days. Bir neçə gün gözlə. Lose your fat. Yəni piyini itir, yağını itir.